kəndə eşitmişəm yüzlərlə dastan. Öz dilim şirindir, öz dilim şirin. Bu dillə dünyaya açdım gözümü, bu dildə eşitdim vətən sözünü. Bu dildə tanıdım elə özümü. Bu dil ana dilim, bu dil şipşirin. Öz dilim şirindir, öz dilim şirin. Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri, satirik yazıcı, dramaturq olmuşdur. O, Nə deyirsən üstdən bax. Ana, mən sənin yanında müqəssirəm. Səni çox incidim. Keç günah. Bala, sən mənə nə etmirsən ki, mən sənin günahından keçirəm? Sən məni incitməmsən. Sən bircə qardaşlarımdan ayrılma. Ax, sən bəzi işləri bilirsən, bəzi işləri bilmirsən. Bizim danışığımız məslək üstədir. Bizim mübahisəmiz kitab üstədir, ay ana. Yoxsa sən dediyin bir yaxşı söz. Amma, ay ana, mənə eşidirsən? Hə, sözünü də eşidirəm. Mən səni başa salım, sən də diqqətlə qulaq as. Nə qədər ki mən bu kitablara etiqad edirəm, Məmməd Əli bu kitablara etiqad eləyir, Səməd bəy bu kitablara etiqad eləyirlər. Ay ana, dəxi biz nətər mehriban yola gedə bilərik, ay ana. Ana, dünən hissli vaxtında sənə tərk edəmlik göstərdim. Bala, ayaqların altındır. Yalvarıram qardaşlarından ayrılma. Dadaş, sənə tanın gör ayrılma. Amma, ay ana, bir qulaq as gör nə deyirəm. Bu işin əsli karı bu yerdədir ki, bax bu saat mən səni başa salım. Bax bu evdə üç qisim kitab var ki, biz üç qardaşlar bu kitablara sitayiş edirik. Əgər biz bu kitabları bir-birinin yanına qoysaq, görərik ki, bu kitablar bir-birinə o qədər bənzəyir ki, necə ki mən Səmədə oxşayıram. Səməd Rüstəm bəyə oxşayır. Rüstəm bəy də mənə oxşayır. Qulaq asırsan ayana. Bax bu kitabların cəmisi əhşardır. Özdə sən əhşar deyirəm ha. Xoruz səsi eşitməyən əhşar. Bu kitabların cəmisi də bilirsən nədir? Bu kitabların cəmisi də rus lüğətidir. Bu da bir cümlə bir qoşuldur. O iki qaldı öz kitabıma. Bunun biri qüsurdur, bir də ki qüsur. İndi sən necə ayna? Biz nə təhər eləyək ki bir yola gedək. Sözün yoxdur ki ana. Məni bağışla. Mən getməliyəm. Gülbaha, hambal göndərəcəm. Kitab sandığını. Bir də ki yatacağını verərsən gətirsin.
Zira cavur lüğətlərinin və fanatik lüğətlərinin sahibləri ilə bir sırada bulunmaq bəndə üçün imkanı deyil. Bana əfv et. Gülbahar, benimle kitablarının ardınca ambal gələsidir. Onları ona təslim etməkdə müzahibə göstərmərsən zənn ediyorum. Kızım, bunlar hara getdilər belə? Nə bilim ana, çıxıb getdilər. Ürəyim, üç yerə bölünər. Üç kiçi ola hərəsi bir yerə parçalanır. Onda da ürək parçalanır ölərəm. Kızım, bəs mənim ürəyim üç yer parçalansın. Sən nə edərsən? Anasız qalarsan kızım, anasız qalarsan. Ana, Səməd, Məhməd Əli'dən danışdı sizə. Ana. Kızım, al bu kitabı qardaşlarına. Atan ölməmişdən 2 gün əvvəl bu kitabı yazmış. Əli titrəyə, ona bu şalına yazmış. Kızım, kardeşlerin savaşanda bunu onlara verersen okuyalım. Onda daha savaşmazlar. Allah'ım! Bunlar niye böyleydiler? Niye her bir tarafa gelir? Niye hamı bir yere gitmiş? Allah'a hamdolsun. Öyle şeyler ki hamdolsun taşa dönersiniz. Bu da anamın kitabı. Atamın özelleriyle yazdığı vesiyet. Tarihi Hicri'nin 1294. yılında Rəbiül Sani'nin 12'sinde Seyşembe günü sübh ezanından yarım saat keçdikdə yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibrət olsun Rüstəm balamda. Biçare övrətin cisminin qalanından gene tarihi Hicri'nin 1299. yıl Ramazanın 5'inde Pərşənbə günü akşamdan 3 saat keçdikdə gene bir parça ayrılıp qopdu. Haman gün oğlum Məhməd Əli anadan oldu. Yazıq Zəhranın qalan cismi gene bir dəfə parçalandı. Bu da vaqe oldu. Haman tarihin 1304. yılında Cəmadiyəl əvvəlin 15'inde Çarşamba günü günorta zamanki haman gün balamız Səməd dünyaya geldi. Bundan da bir neçə il sonra Baxtıqarı övrətin qalan yarım canında
Öyle bir parça qopub ayrıldı ki, adını Gülbahar qoydu. Bu da vaqe oldu. Haman tarihin 1310-cu ilin Şəvvalın 21-də cümə axşamı, sübh vaxtı, yer, göy, aylar və ulduzlar göylərdə seyr edib, gəzə-gəzə genə əvvəl-axır günün başına dolandılar. Çünki bunlar hamısı qədim əzəldə gündən qopub ayrılmış parçalardır. Ana! Ana sen ana! Ana sen ana! Ana! O qədər gözəl, zəngin, eczaçkar valihecidir ki, nə qədər şeirlər, mahnılar ifa etsək də doymaq olmur. Lakin hər başlanğıcın bir sonu olur. Bizim də bugünkü tədbirimiz sona yetdi. Sən mənim doğma dilim, dillər içində təksən, dinlədikcə doymuram, ana dilim daima, yaşa, var ol, yaşa.